Əziz qardaş və bacılarım, başqalarında gördüyünüz nemətlərə həsəd etməyin. Çünki siz o insanların həmin məqama gəlmək üçün hansı çətinliklərdən keçdiyini, nə qədər əziyyət çəkdiyini, hansı sınaqlarla qarşılaşdığını və nələrdən keçdiyini bilmirsiniz. İnsanların yalnız nəticəsini görürük, amma onların gizli mübarizəsini görmürük. Din qardaşınızda gördüyünüz nemətlərə sevinin. İstər bir kitab, istər bir dəftər, istərsə də kiçik bir imkan olsun, onun üçün xeyir və bərəkət arzulayın. Müsəlman qardaşının nemətinə paxıllıq etməz, əksinə onun sevincinə şərik olar. Allah Əzzə və Cəl insanı əvvəlcə sınağa çəkər. O sınaqda səbr edib doğru yolda qalanlara isə mütləq əcrini və mükafatını verər. Həyatda bəzi hadisələr insanı yorur, üzür və sıxıntıya salır. Lakin müsəlman hər halda Rəbbinə şükr etməyi unutmamalıdır. Əlinizdə olan nemətləri böyük bir sərvət bilin və onları qoruyun. Niyə onda var, məndə yoxdur və ya kaş məndə də olaydı kimi düşüncələrə qapılmayın. Bunun əvəzinə belə deyin: Allah dilədiyi zaman məni də bu nemətlər uzləndirər. Başqalarının həyatı sizi şükürsüzlüyə aparmasın. Unutmayın ki, o insanlarda çətinliklərdən keçiblər, səbr ediblər və Allahın izni ilə səbirlərinin əcrini görüblər. Allah Subhanahu və Teala qəlbinizə genişlik versin, sizi xeyirli və təqvalı şəkildə arzuladığınız məqama çatdırsın. Başqalarının gözəlliyinə, malına, evladına, həyat yoldaşına, elminə baxaraq həsəd etməyin. Çünki hər nemət Allahın bir lütfüdür və Allah hər kəsə dilədiyini, dilədiyi vaxt verir.